Narahat olmana hər şey çox yaxşıdır. Yəni məndən heç cür narahat olma. Düzü biraz borclarım var idi, kirayə də bir tərəfdən. Amma hər şey yaxşıdır, güvənə bilərsən mənə. Heç bir sıxıntım yoxdur. Bu ay sonuna qədər də yetəcək qədər pulum var. İş axtarıram mən də. Narahat olma mənə, hər şey yaxşıdır. Öpürəm səni çoxdur. Yetərincə pulum var. 10 manat pulum var. Hara çatacaq bu? Ne edirsən burada balaca? Kömək lazımdır sənə. Necə eləmsən, necə qırmısan bunu? Resmen sıxdı. Sən üzün olub. Bu nə vəziyyətdir? Mən 5 manat borc almışdım. Vermədim. Aa, 5 manata görə adam bir-birini bu vəziyyətə qoyur. Ama boş verir. Sən zanilsən. Mən sənin kimi videolar çəkmək istəyirəm, amma sənin kimi izləmir. Sənin adın nədir? Hüseyin. Sən bilirsən bu iş biraz çətindir. Ya insanların üzünü həqiqətən güldürməlisən, ya ağlatmalısan, ya da nəyinisə itirməlisən. Nə itirməlisən ha? İçindəki uşağı, bəzən də özünü. Bilirsən, mən bir dostum var idi. O uşaq sənin kimi video çəkmək istəyirdi, videolar çəkirdi. Amma o öləndən sonra izləyicisi bilsən nə qədər artdı. Amma özü yox idi ortada. Yox idi, öləndən sonra dəyərli. Onda mən də dəyər görmək üçün ölməliyəm. Yox, elə düşünmə. Sən necədir? Prosta insanlar bəzən birini itirdikdən sonra dəyər verirlər. Amma sən belə fikirləşmə, yaxşı? Bu sənin 10 manatın. Heç kimdən bir də borc olma, yaxşı? Bugün biraz yine oturdum, düşündüm. Ciddi ciddi ki gören indin eller olacak.